Əziz dinləyicilərimiz, hörmətli müəllimlərimiz və dəyərli sinif yoldaşlarım. Bugün Gələcəyin İşığı FM Radiosunda sizin çox xüsusi bir proqramla səslənirəm. Mən Milanə Ağayeva, məktəbimizin 8-ci sinif şagirdi. Bugünkü buraxılışımızda yalnız Türkiyənin 29 oktyabr Cümhuriyyət Bayramından danışmayacağıq. Həm də Azərbaycan və Türkiyə qardaşlığının bir millət, iki dövlət prinsiplərinin necə güclü və ilham verici olduğunu müzakirə edəcəyik. Bu proyektiv sizə həm məlumat, həm də ruh yüksəkliyi bəxş etsin. 1923-cü il 29 oktyabr. Bu tarix yalnız Türkiyənin müstəqil cümhuriyyət olaraq doğulduğu gün deyil. Eyni zamanda Türk dünyasının azadlıq, müstəqillik və milli dəyərlərə sadiqliyinin simvoludur. Mustafa Kemal Atatürk millətini birləşdirərək demokratik institutlar qurmuş, qadın hüquqlarını tanımış və ölkənin iqtisadi və mədəni inkişafına zəmin yaratmışdır. Biz Azərbaycanlılar olaraq Atatürk'ün bu ideyalarını hər zaman böyük hörmətlə yanaşırıq. Çünki tarix boyunca Azərbaycan və Türkiyə qardaşlığı daim ön planda olmuşdur. Azərbaycan-Türkiyə əlaqələri yalnız diplomatik və siyasi münasibətlərlə məhdudlaşmır. Bu, mədəni, tarixi və mənəvi bağlılıqdır. Xalqımız bir-birinə dəstək vermiş, çətin dövrlərdə bir-birinin yanında olmuşdur. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının elan edilməsindən tutmuş müasir dövrümüzə qədər bu qardaşlıq ünvanları daim tariximizdə öz əksini tapmışdır. Gəlin bir faktla başlayaq. 1920-ci illərin əvvəllərində Azərbaycan müstəqillik mübarizəsi apararkən Türkiyənin müxtəlif şəhərlərindən könüllülər Azərbaycana dəstək üçün gəlmiş, həm hərbi, həm də diplomatik sahədə kömək etmişlər. Bu sübut edir ki, xalqın qardaşlığı yalnız sözlə deyil, fədakarlıq və hərəkətlə təsdiqlənir. Cümhuriyyətin quruculuğu ilə Atatürk yalnız bir dövlət yaratmamış, həm də bir millətin gələcəyini formalaşdırmışdır. Biz Azərbaycanlılar olaraq bu həm də örnəkdir. Xalqın birliyi, iradəsi və əzmi hər çətinlikdən çıxış yoludur. Məsələn, son 30 ildə Azərbaycan və Türkiyə arasında iqtisadi və mədəni əlaqələr sürətlə inkişaf etmişdir. Biraz da qısa hekayəyə nəzər salaq. 1992-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə Türkiyə xalqı və hökuməti dərhal dəstək göndərmişdir. Məktəblər açılmış, tələbələr üçün təqaüdlər ayrılmış, mədəniyyət tədbirləri təşkil edilmişdir. Bu nümunələr göstərir ki, qardaş ölkə həmişə yanımızdadır. Hər zaman bir millət, iki dövlət prinsipini yaşadır. Tarixi və mədəni baxımdan da Azərbaycan və Türkiyə çox yaxındır. Dilimiz, musiqimiz, mətbəximiz, adət və ənənələrimiz bir-birinə çox bənzəyir. Bu yalnız qardaşlıq deyil, həm də ortaq mədəni irsimizin göstəricisidir. Məsələn, Novruz bayramı hər iki ölkədə böyük ruh yüksəkliyi ilə qeyd olunur. Eyni zamanda folklor, musiqi və rəqs ənənələri bir-birindən ilham alır və gələcək nəsillərə ötürülür. Cümhuriyyətin elan edildiyi günün əhəmiyyəti isə yalnız Türkiyə üçün deyil, bütün Türk dünyası üçün böyükdür. Atatürk millətinə demişdir, biz yalnız bir dövlət yaratmırıq, bir millətin ruhunu və gələcəyini inşa edirik. Bu, Azərbaycan və Türkiyə gəncləri üçün də mesajdır. Bir millətin birliyi və iradəsi hər zaman tarixi dəyişir, gələcəyi formalaşdırır. Gələcək baxımından isə bu qardaşlıq gündəlik həyatımızda da özünü göstərir. Son illərdə Azərbaycan və Türkiyə arasında təhsil proqramları, elm və texnologiya sahəsində əməkdaşlıqlar böyük sürətlə inkişaf edir. Statistik göstəricilərə görə hər il minlərlə Azərbaycanlı tələbə Türkiyədə təhsil alır. Eyni zamanda Türk tələbələr Azərbaycanda təhsil imkanlarından faydalanır. Bu, gələcəyin intellektual və mədəni birlikliyinin göstəricisidir. Qısa bir nümunə də verin. 2020-ci ildə koronavirus pandemiyası zamanı Türkiyə və Azərbaycan arasında tibbi yardımlar sürətlə həyata keçirilmiş, hər iki xalqın dəstəyi və əməkdaşlığı sayəsində minlərlə insanın həyatı qorunmuşdur. Bu qardaşlığın sözlə deyil, əməl və dəstək yolu ilə göstərilən bir dəyər olduğunu bir daha sübut edir. Əziz dinləyicilər, gəlin biraz da gələcəyə baxaq. Biz gənclər olaraq bu qardaşlığı yaşatmaq üçün nə edə bilərik? Təhsilimizdə faal olmaq,
mədəniyyətimizi qorumaq, bir-birimizə dəstək vermək və biliklərimizi paylaşmaqla bu mirası davam etdirə bilərik. Statistik göstəricilərə görə, gənclər arasında belə layihələrdə iştirak edənlərin sayı hər il 15-20% artmaqdadır ki, bu da gələcək üçün böyük ümid yaradır. Qardaş ölkə ilə ortaq layihələr həm iqtisadi, həm də mədəni inkişaf üçün vacibdir. Məsələn, Azərbaycan və Türkiyə universitetləri arasında birgə tədqiqat proqramları, elm və texnologiya laboratoriyaları, sənət və musiqi festivalı layihələri gənclərin bacarıqlarını inkişaf etdirir və hər iki ölkənin milli dəyərlərini təbliğ edir. Biraz da hekayə formatında deyək. 2005-ci ildə İstanbulda keçirilən Türk Dünyası Gənclər Forumunda Azərbaycanlı və Türk tələbələr bir araya gəlmiş, təhsil, mədəniyyət və sosial layihələr haqqında fikir mübadiləsi aparmışlar. Həmin forumda iştirak edən gənclər bu təcrübəni yalnız öz məktəblərində tətbiq edərək yerli layihələr yaratmışlar. Bu göstərir ki, hər birimizin təşəbbüsü qardaşlığın davamına xidmət edir. Əziz dinləyicilər, bugün biz yalnız tarixə baxmırıq, həm də gələcəyə baxırıq. Azərbaycan və Türkiyə qardaşlığı hər gün güclənir. Bir millət, iki dövlət prinsipi ilə biz hər çətinliyi dəf edə bilərik. Gələcək nəsilləri isə məsəl açıqdır. Bilik, birlik və əməkdaşlıq hər zaman qardaşlıq bağlarını möhkəmləndirir. Sonda isə hörmətli dinləyicilər, hər birimiz unutmayaq. Qardaşlıq sözlə deyil, əməllə ölçülür. Təhsilimiz, fəaliyyətimiz və birlikdə etdiyimiz hər iş bu mirası yaşadır. Biz Azərbaycanlılar olaraq qardaş Türkiyənin yanında olduğumuzu hər zaman göstərməliyik və gələcək üçün ümidimizi, əzmkarlığımızı qoruyaraq irəliləməliyik. Mən Milana Ağayeva sizə bu xüsusiyyətində Azərbaycan və Türkiyə qardaşlığının tarixi, əhəmiyyəti və gələcək perspektivlərini çatdırmağa çalışdım. Ümid edirəm ki, söylədiklərim həm məlumat, həm də ilham mənbəyi oldu. Gələcəyin İşığı FM radyosunda bizimlə olduğunuz üçün təşəkkür edirəm. Sizi yenidən tarixi və mənəvi dəyərlərlə dolu bir proqramda görüşmək ümidi ilə. Sağ olun.